İranın nüvə alimlərini, yüksək rütbəli zabitlərini bir-bir aradan götürən İsrail, zənginləşdirilməyə çalışdıkları nüvə obyektlərini hədəf alan İsraillə Birləşmiş Ştatlar, amma günahlandırılan və ittiham olunan Azərbaycan. Biz artıq çoxdandır Azərbaycandan umuruq belə bir şeyləri. Elə o zamandan ki, İsrail rejimi ilə əlaqəyə girdi, Qəzza zolağını müdafiə etmədi, uşaqların, qadınların ölməsinə göz yumdu, yanacaqlarını təmin etdi. Azərbaycan xalqı bizim qardaşlarımızla, onlar bizim vətənimizdə bizim vətəndaşlarımızı öldürüblər, bizim uşaqlarımızı öldürüblər. Onlar yanacaq verməsəylər, o qırıcılar bizim Təbrizimizi bombalamazdılar. Bizim ikimizin də Təbrizini, bəyəm illər boyu can yandırmırdınız Təbriz barədə, bəyəm ağız dolusu Təbrizin şeirləri oxumurdunuz. Bəs niyə Təbrizimizdə indi 7 yaşlı uşaqlar şəhid olur və siz buna susursunuz? Necə bunu bacarırsınız? Və qorxun ki, Azərbaycanın şiələri, qeyrətli müsəlmanları sizə qarşı qalxacaqlar və buna dözməyəcəklər. Əgər axırınızı görmək istəmirsinizsə gözünüzün qarşısında vicdanınızın gözünü biraz açın, bir miqdar geri çəkin siyasətlərinizdən, kənardan baxın məsələlərə. Gəlin biz də kənardan baxaq. Nə politolog, nə siyasi şərhçi, nə aparıcı. Sizdən bir Azərbaycan türkü olaraq, Azərbaycan vətəndaşı olaraq soruşuram. Azərbaycandan nə istəyirsiniz? Niyə Cənubi Azərbaycandakı bacı qardaşlarımızın beynini yumağa, onların tarixini unutmağa sövq edirsiniz? Nədən qorxursunuz? Axı Azərbaycandan sizə heç bir təhlükə yoxdur. Sizdən bizə bir təhlükə var idi. 44 günlük müharibədə Ermənistana siyasi və hərbi dəstək verəndə təhlükə var idi. Türk dünyası birdən daha da güclənər qorxusu ilə Zəngəzur dəhlizinə mane olanda var idi. Maliyyələşdirib biz tərəfə göndərdiyiniz bir neçə şəxsin teokratik şəriət dövləti qurmağı planlaşdıranda sizdən bizə təhlükə var idi. Ermənistanın 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarına Tehranın tırlarla göndərdiyi silahlar, yanacaq və raket hissələri hardan gəlirdi? Nə üçün İranın səsi Bərdənin, Gəncənin, Tərtərin mülki əhalisi bombalananda çıxmadı? Əgər siz bugün İranın hərbi obyektləri bombalanır deyə Azərbaycandan səs gözləyirsinizsə, bəs siz niyə susdunuz həmin vaxt? Axı siz də müsəlmansınız və ermənilərin tövləyə çevirdikləri məscidlər sizin üçün də Allahın evidir. Bəs niyə etiraz eləmədiniz? Bir də ən pisi bilirsiniz nədir? Dilimizi bizə qarşı çevirmək istəməyiniz. Fars dilli segmenti necəsə başa düşmək olar, amma bizim öz dilimizi bizə qarşı çevirməyə cəhd göstərməyin. Tezislərinizi elə fars dilində cəmiyyətə sırayın. O torpaqlarda öz ana dilində danışmağa həsrət qalmış Azərbaycanlılar var. Dilimizi bu ifadələrlə zəhərləməyin. Bunu da xüsusi vurğulayım. Təbrizim deməyə elə ən çox da bizim haqqımız çatır. Təbrizdən uzaq qalmış Azərbaycanlıların haqqı çatır. Dünənən baxıram TikTokda və bəzi sosial şəbəkələrdə Güney Azərbaycanlılar öz fikirlərini bildirirlər və deyirlər ki, niyə görəməz Azərbaycan İsrailə neft satır və İsraildə o neftin sayəsində benzin düzəldirlər və o benzinlə də gəlib Tehranı bombalayırlar. Mənim Arazın otayında yaşayan, devlətimi sevən, devlətçiliyimi sevən Azərbaycanlılara canım qurbandır. Amma mənə çox maraqlıdır ki, indi o gəbərən bir generalımız var idi. Hansları ki, 20 neçəsi məncə gəbərib də bu neçə gündə. Çıxıb deyəndə ki, Zəngəzur və Ermənistandan Zəngəzurun yolun açılması bizim qırmızı xəttimizdir. Ermənilər üçün biz hər şey edərik ki, onların təhlükəsizliyi qorunmalıdır. Onda bu Azərbaycanlılar çıxıb niyə o farslara demirdilər ki, biz burada 40 milyona yaxın yaşayırıq. Sən necə orada 1-2 milyon erməniyə görə sən bütün Azərbaycana hədə qorxu gəlsin ki, ağıllı olun, biz sizi vurarıq. Nə tər olur, sizdə olanda olur, bizdə olanda olmur. Hə, anlaya bilmədim. Nədə borcluyuq ki biz sizə? Haçan bizə qardaş olub qucaq açdınız ki? Heydər Baba ildırımlar şaxanda, sellər sular şaqqıldayıb axanda. Nə, bir dənə var, vəssalam. Bəs niyə görə siz ayağa qalxmadınız ki, Zəngəzur açılmalıdır? Niyə görə ermənilər, düzdür, müharibə vaxtı, İran onlara dəstək olanda bir neçə Azərbaycanlarımız çıxdı çöllərə. Amma axıracan nə oldu ki? İndi bizdən imdad istəyirsiniz? Mənim Albert Agaronov kimi şəhidim var.
və mən o şəhidimi həmişə dəyərləndirəcəyəm də. Və sizin İranlı o televiziyalarınızda çıxıb o başı bağlı adını da bilmirəm deyəndə ki, Azərbaycan belədir, Azərbaycan belə. Niyə gedib onlara ağzınızdan çıxan demədiniz ki? Niyə demədiniz də? Niyə məscidlərimizdə 30 il donuz saxladı ermənilər? Sizin Xamneyiniz çıxıb demədi ki, fətva vermədi ki, bəs bu İslama, şiyyəliyə ziddir. Niyə onda susdunuz ki sizdə? Hindi nə düşmüşsə ortalığa? Ay sizi vuracaq. Bizi Allah koruyur. Bizi Allah koruyur. Bəli, mənim Azərbaycanlarıma heç nə olmasın. O elə Farsın siyasəsidir ki, gətirib öz hərbi bazalarını Təbrizdə özü bilərəkdən bunu edib ki, İsraildə istər-istəməz oranı vuracaq ki, Azərbaycanlılar qırılsın. Siz bəs niyə ayağa qalxmırsınız ki? Mollanın dalıca düşmüsünüz, Haftapassının dalıca. Hərəsi bir şey çəkir. Siz kimsiniz ki, mənim prezidentim haqqında fikir bildirəsiniz? İlham Əliyev. İlham Əliyevin bildiyini sizin gəlmişinizdə, keçmişinizdə olan Rıza Pəhləvidən tutmuş, şahdır o nədir, ondan tutmuş, bugünkü günü Pezişkənə bilir. Həkimdir də Pezişkən. Kimdir ki? Siz öyrətəcəksiniz bizə siyasəti. 11 milyon Azərbaycan dünyada tarix yazdı 44 gündə. Sizinkilər bəs neynədir? Ağlınıza tevzi yığın, burada da oturan bu Azərbaycanda molla haftafaları var, ay nə bilim, belə getdi, belə getdi. Xoşunuza gəlmir, ya Allah İrana. Azərbaycanın daxili siyasəti nəinki İrana, heç kimin başı üçün deyil ki, nəsə etsin. Gedin birinci öz haftafalarınızı yiyə durun. Elə ona görə də sevdiyiniz ermənilər gedəndə də unitaz aparırdı özü ilə. Birinci onlarla başlayın. Sonra devlətimizə dil uzadarsınız. Biz gələrik, Azərbaycanda biri var orada çıxıb kepqalı. Bakıdakı nə bilim, qardaşlarımız ayağa durar. Necə ayağa durarlar, elə oturarlar aşağı. Bu ölkədə rəhbərlikdir, kimsə ayağa dursun. Çox ayağa durmaq istəyənlər oldu vaxtında. Devlət hamısında 30 yerində.